Real Madriddə vəziyyət bir o qədər də yaxşı deyil. İndi belə sözlər deməyə çəkinirəm biraz. Sıraz üstümə düşürlər ki, Real abirniki, Real sənə neyniyib belə? Qardaş, olanı demək niyə abirniklik olur ki, mən bunu anlaya bilmirəm. Amma nəysə, adekvat Real azarkeşləri əlbəttə ki, kanalımızda var və onları salamlayıram və öpürəm. Sizə sual verirəm Real azarkeşləri. Oyun sizi qane etdi? Yəni oyundan həzz ala bilirsiniz yoxsa yox? Yəni mən Barsa azarkeşiyəm, Barsanın oyununa baxıram. Bəli, Barsa bir o qədər də wow oynamır hal-hazırda. Ötən mövsümki Barsa deyil. Nəticə olaraq, bəli, ötən mövsümdəki Barsadan daha yaxşıdır hal-hazırki Barsa. 15 qələbə, 1 heçəcə və 2 məğlubiyyət. Möhtəşəm, ötən mövsüm heç belə deyildi. Amma oyun olaraq hələ də wow deyilik biz. Amma Real Madrid hal-hazırda Barsadan qat-qat aşağı səviyyədə futbol nümayiş etdirir. Halbuki heyəti Barsadan daha yaxşıdır. Gəlin bunu boynumuza alaq. Burada çəkinləsi bir şey yoxdur. Boynumuza almalıyıq ki, Real Madridin hal-hazırki heyəti Barsadan həm genişdir, həm daha keyfiyyətlidir.